özünü ifadə etməyi bacaran gənclər. Hər vaxtınız xeyir, bayrağımızı sevib onu ucaltmağa çalışanlar. Bayrağımızı ucaldanlar, dünyada bayrağımızı təmsil edənlər ekran qarşısına Mag başladı. Canım benim memleketim, güneş gibi daim yanar. Odlar yurdu məhəbbətim, koyacaksın zirvelere, o yenilmez bayrak. Gördüyünüz kimi bugün də biz hamımız bayram əhval-ruhiyyəsindəyik. Çünki 94 il əvvəl bayrağımız ilk dəfə məhz bugün dalğalanıb. Bəli, artıq yəqin ki, xəyalən dediklərindən aydın oldu ki, bugünkü mövzumuz məhz bayraq günü ilə bağlıdır. Bu möhtəşəm bayramı biz bugün Magda müasir Azərbaycanlı gəncləri ilə bir yerdə yaşayırıq. Elə bugünkü verilişimizdə də magilarımız hazırladığı süjetlərlə bayrağımız, ümumiyyətlə dövlət atributlarımızla bağlı çox maraqlı məlumatlar verəcəklər. Sizin üçün bayraq nəyi ifadə edir? Bayraq mənim üçün vətəndir, bayraq mənim üçün Azərbaycandır. Mən fəxr edirəm ki, Azərbaycanlıyam. Elə Xəyalə də bugün özünə məxsus geyinib bayrağın rənglərini geyinib. Evet, elə bu arada qürur duyuram ki, mən bu rəngləri üstümdə daşıyıram. Bəli, bəs sən Xəylə? Mənə görə mən ümumi anlamda deyim ki, bayraq mənim üçün hər hansı bir dövlətin simasıdır. Ancaq yalnız bayraq dövlətlərə aid deyil, hər hansı bir ictimai birliyin, qurumun, cəmiyyətin də bayraq ola bilər. Aha, çox sağ olun qızlar, özünüzə məxsus cavab verdiniz bu sualıma və mən maqlarımızı çox intisada qoymaq istəmirəm. İstəyirəm ki, ilk sujetimizə keçid alaq. Nə deyirsiniz? Keçid alaq deyirsən, keçid alaq da. Elə ilk sujetimizdə adət-ənənəni pozmayıb, bu günlərdə yenə sujetlərimizi bol eləmişik efirdə. Və biz Bakıda olan ən hündür zirvələrdən biri olan Bakıxanov dağına dırmanmışıq və çox fəxr hissi ilə bayrağımızı ora sancmışıq. Uşaqlar, məncə çox danışmayaq, gəlin orada keçirdiyimiz anları magilara göstərək. Göstərək. Dokuz noyabr Azərbaycanın dövlət bayrağı günüdür. Bu münasibətlə biz bütün Azərbaycan xalqını və eləcə də bütün maqları təbrik edirik. Ümid var ki, bundan da sonra Azərbaycan maqları Azərbaycan bayrağını daha da yüksəklərə qaldıracaq. Şamaxıya ezam olduğumuz üçün biz hal-hazırda maqlarımızla bir yerdə deyilik. Ancaq ürəyimiz daim onlarladır. Biz bütün yerlərdə varıq. Qərarımız Şamaxı yüksəkliyində olan bayrağa Yetişməkdir. Bayramınız mübarək! Hazırda Magya studiyasında bayraq günü qeyd olunur. Mən də 2-ci bayraq festivalından hər kəsi salamlayıram və bu gün münasibətlə hamını, xüsusən də magları təbrik edirəm. Gənclər və İdman Nazirliyi 9 noyabr bayraq günü ilə əlaqədar bayraq festivalı təşkil etdi. Festivalda Azərbaycanın dövlət himnini bütün gənclər ayaq üstə oxudular. Aparıcı bayrağımızın tarixini gənclərə bir daha xatırlatdı. Tədbirdə Gənclər və İdman Nazirliyinin rəsmi nümayəndələri də çıxış etdi. Biz hər il Dövlət Bayrağı günü təsis olunduqdan sonra gənclərin iştirakı ilə müxtəlif tədbirlər keçiririk və məqsəd ondan ibarətdir ki, bayrağımızı bir müstəqilliyimizin rəmzi olaraq gənclərimiz arasında daha geniş təbliğ etmək, gənclər arasında
bu tədbirlər vasitəsilə əslində vətənpərvərlik tərbiyəsi hisslərinin gücləndirilməsi və düşünürəm ki, bu festivalın keçirilməsi də həmin məqsədə xidmət edir. Festivalda populyar müğənnilər də ifaları ilə iştirakçıları təbrik etdilər. Gənclərin vətən sevgisi, bayram sevinci üzlərindən oxunurdu. Təbrik eləmək istəyirəm xalqımızı. Bayrağımızın daha da yüksəklərə qaldırılmasını arzulayıram. Bayraq millətimin adıdır. Bayraq günü mənim üçün ən müqəddəs bir gündür. Bayraq üçün ən azı hər şey eləməyə bir vətəndaş kimi borcumuzdur. Bayramınız mübarək. Tədbirdə gənc rəssamlar arasında müsabiqə keçirildi. Belə ki, vətənpərvərliklə bağlı ən gözəl və dolğun rəsm çəkən müsabiqənin qalibi seçildi və onlara hədiyyələr verildi. Birinci yerə isə Maq Əsmər layiq görüldü. Burada Mübaz İbrahimovdur, bu da Çingiz Mustafayevdir. Bunlar bizim milli qəhrəmanlarımızdır. Burada bayrağın rənglərini əks etdiririk. Vətənpərvərlik mövzusundadır. Müasir Azərbaycan gəncləri vətənpərvərlikləri, bayrağa, ölkəyə olan sevgiləri ilə yenə də seçildilər. Bu bayram günündə onlar da əsl Maq olduqlarını sübut etdilər. Baxmayaraq ki, dağımız balacaydı, amma biz çox böyük qürur hisslərindən bayrağımızı oradan sancmışdıq. Amma ümid edirik ki, çox yaxın gələcəkdə bütün maqlar yığışıb bir yerdə ən hündür zirvəni fəth edib bayrağımızı mütləq oradan sancacağıq. Bəli, biz həmin gün çox maraqlı anlar yaşadıq da oradan da maraqlı, yaxşı təəssüratlarla qayıtmışıq. Yəni bayrağımızı sancmaq məqsədi ilə macəralar yaşadıq, belə deyim. Mən belə düşünürəm ki, hər bir gənc çalışmalıdır ki, öz dövlətin bayrağını yüksəklərə qaldırsın. Bunu təbii ki, öz gördüyü işləri ilə edə bilər və ən çox bayrağımızı dalğalandıranlar isə təbii ki, idmançılarımızdır. Baris, təbii ki, təkcə idmançılar deyil bayrağımızı qaldıranlar, başqa sahənin işçiləri də var. Hansı ki, məsələn, tibb sahəsində, musiqi sahəsində, elm sahəsində. Təbii ki, onları da unutmaq olmaz. Bayrağımızı qaldıranlar sayılır. Elə bugünkü qonaqlarımız da bayrağımızı xarici ölkələrdə dalğalandırmağa nail olan idmançılarımızdır. Mən onlardan birini dəvət eləmək istəyirəm. Qonağımız cüdo üzrə paralimpiya çempionu Afaq Sultanova. Buyurun Afaq xanım. Xoş gəlmisiniz. Mən verilişin əvvəlində az öncə xəyallərimizə bu sual verdim və cavablarını aldım. İndi istəyərdim bu sualı sizə də ünvanlayım. Sizin üçün bayraq nəyi ifadə edir? Nədir sizin üçün bayraq? Bayraq mənim üçün ilk öncədə vətən deməkdir. Vətənini sevən hər bir gənc də öz bayrağını sevər və onu həmişə uca tutar, yüksəklərə qaldırar və bayrağın yolunda canından da keçər. Bəli, Afaq xanımla həm fikir aldığıma görə çox şadam. Afaq xanım, evlisiniz? Bəli, ailəliyəm. Bəs yoldaşınız sizlə necə risk elədi ki, bu evlilik altına imza atdı? Evlilik altına. Evliliyə imza atdı. Mən xatırladım ki, mən cüdo idman növünə gedəndə artıq 3-4 ildir ki, mənim yoldaşım orada məşq edirdi. Mən təzə gedəndə orada məşq edirdi, bəli. Allah. Bəs neçə ildir siz bununla məşğul olursunuz və çətin deyilmi bəs xanım üçün cüdo? Biraz ağır idman növüdür məncə. İdmanla məşğul olmaq üçün ilk növbədə vətənpərvərlik hissləri çox yüksək olmalıdır, böyük olmalıdır və məhz Azərbaycanın bayrağını əgər vətənpərvər olmasan yüksəldə bilməzsən. O yanığı, o ruh olmasa bu heç cürlə mümkün deyil. Bəs sizcə qələbə qazanmağınızın əsas səbəbləri hansıları idi? Qələbə qazanmağımın əsas səbəbi məndə olan o ruh. Bəli. O vətənpərvərlik hissi, Azərbaycanın himnini səsləndirib bütün dünyaya tanıtmaq. Məsəl üçün, orada bütün olimpiya oyunları, paralimpiya oyunlarına bütün dünya ölkələri iştirak edir və hər kəs də izləyir. Bu, mənə maraqlı idi ki, Azərbaycan bayrağını qaldıran və hər bir ölkə görsün. Afaq xanım 2012 London yay olimpiyalarının qızıl mükafatçısıdır. Bəli, bəs həmin o qızıl mükafatı alanda, yəni yaşadığınız hisslərdən biraz bizimlə bölüşün, zəhmət olur. Mən deyim sizə, o hisslər insanın bədənini titrədən, ruhunu titrədən bir şey. Onu heç cürlə məhz onu ancaq yaşamaq lazımdır. Elə bir hisslərdir ki də onu çatdırmaq mümkün deyil. Onu yaşayırsan insanın içini titrədir də o hisslər. Bəs bundan sonra nə düşünürsünüz? Yəni idman sahəsində nə edəcəksiniz? Bundan sonra Fariz, mən sənin sualını quraşdırmaq istəyirəm necə kimi. Yəni siz bir müsahibənizdə bildirmişdiniz ki, mən bu qələbəmi məhz Azərbaycana həsr edirəm. Yəni ki, Farizin sualının davamı olaraq, yəni başqa hansı qələbələrinizi bizim ölkəyə həsr eləmək istəyirsiniz?
Başqa ən yüksək zirvə xatırlatdığım kimi Olimpiya zirvəsidir və yenə də bir qat paralimpiya çempionu, bir var 2 qat. Və nə qədər sağlamlığım imkan versə, nə qədər gücüm çatsa və həmişə də yarışlara gedib olimpiya oyunlarında, paralimpiya oyunlarında iştirak edib bayrağımızı yenə də yüksəldəcəyəm. Elə sağlamlıq demişkən, bəs bu idman növündə sizin aldığınız zədələr nə dərəcədə? Zədələr həddən artıq çoxdur. Ən çox da onurğamda, başımda çox. Mənə isə maraqlıdır, niyə görə məhz judo idman növü? Mən ümumiyyətlə bilmirdim judo nə idman növüdür. Mən karatəyə getmişdim. 8 yaşında getdim. Sonra bizim yanımızda karatəyə yaxın idi. O bizi oranı bağladılar. Şəhərə uzaq yerlərə də valideynlərimi buraxmadılar. Yenə də bizim yanımızda var idi. Dedilər judo idman növü var. Bilmirdim nədir. Getdim judoya. Yenə də deyirəm mənim məqsədim məhz idmanda olub, dalaşmaq, yıxmaq, qalib gəlmək olub. Elə bizim söhbətdən kənar olsa da bayrağımız, bəli, sürətimiz mövzumuza uyğun var. Hansı ki maqımız Leyla hazırlayıb. Dövlət atributları haqqında. Gəlin həmin süjeti izləyək, daha sonra söhbət davam etdirərik. Hələ qədim zamanlardan bütün nüfuzlu dövlətlərin özünə məxsus fərqləndirici əlamətləri, simvol və rəmzləri olub. Bütün bunlar emblem, bayraq, gerb, orden, medal, pul və digər atributlardan ibarət idi. Müasir zamanda da hər bir dövlətin milli atributları var. Azərbaycanın isə milli rəmzləri, dövlət bayrağı, gerbi və himnidir. Üçrəngli bayrağımız ilk dəfə 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilib. 1920-ci ilin 28 aprelində Xalq Cümhuriyyəti süqut etdikdən sonra Azərbaycanda bu bayraq ləğv edilir. Bayrağımızın ikinci dəfə bərpası 1990-cı il noyabrın 17-sinə təsadüf edir. Azərbaycan Respublikasının dövlət bayrağı eni və uzunluğu bərabər olan rəngli 3 üfüqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir. Üst zolaq mavi, orta zolaq qırmızı, üçüncü zolaq isə yaşıl rəngdədir. Mavi rəng Azərbaycan xalqının türk mənşəli olması, türkçülük ideyası ilə bağlıdır. Qırmızı müasirləşməni, demokratiyanı inkişaf etdirmək əzminin ifadəsidir. Yaşıl rəng isə İslam dininə mənsubluğu bildirir. Bayrağın hər iki üzündə qırmızı zolağın ortasında ağ rəngli aypara və 8 güşəli ulduz təsviri var. Azərbaycan Respublikasının prezidentinin 18 noyabr 2009-cu il tarixli fərmanına əsasən 9 noyabr tarixi Milli Bayraq Günü kimi dövlət səviyyəsində qeyd olunur. Azərbaycan Respublikasının dövlət gerbi Azərbaycan dövlətinin müstəqilliyinin rəmzidir. Dövlət gerbi palıd budaqlarından və sümbüllərdən ibarət qövsün üzərində yerləşən şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üzərində Azərbaycan Respublikasının dövlət bayrağının rəngləri fonunda 8 güşəli ulduz, ulduzun mərkəzində alov təsviri var. 1920-ci il yanvarın 30-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Cümhuriyyətin milli himninin hazırlanması haqqında qərar qəbul etdi və bu məqsədlə Xalq Maarif Nazirliyi tərəfindən müsabiqə elan edildi. Lakin 1920-ci il aprelin 28-də Azərbaycanın Sovet Rusiyası qoşunları tərəfindən işğalı və Xalq Cümhuriyyətinin süqutu Azərbaycanın milli himnini qəbul etməyə imkan vermədi. 1992-ci il mayın 27-sində parlament Azərbaycan Respublikasının dövlət himni haqqında qanun qəbul etdi. Qanuna əsasən 1919-cu ildə bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilən Azərbaycan marşı Azərbaycan Respublikasının dövlət himni kimi təsdiq edildi. Onu da qeyd edelim ki, Leyla Maq komandasına yeni qoşulmağına baxmayaraq bir-birindən maraqlı süjetlərlə bizim məlumatlandırır. Sizi bilmirəm, amma mən doğrudan da süjeti baxanda çox qəribə hisslər keçirdim. Mənim də tüklərim biz oldu. Mən yarışlara hazırlıq mərhələsi ilə bağlı sual vermək istəyirəm. Bilirəm ki, burada həm psixoloji, həm də fiziki hazırlıq olur. Məni daha çox psixoloji hazırlıq maraqlandırır. Yəni bu mərhələni necə keçirsiniz, necə hazırlaşırsınız? Hazırlaşanda, məsələn, məşqlər zamanı müəllimdən çox şey asılıdır. Əgər tələbədən də, idmançıdan da asılsa, müəllimdən də çox şey asılıdır. Müəllimi də, bəli,
Müəllim də baxır, deyir ki, hə, sən belə qalib gələcəksən, belə biz nə bilim bayrağımızı qaldıracaqsan, bütün nastroyka deyirlər də, nastroyka verir, hər bir kəs durub baxacaqsan, bütün zalı ayağa qaldıracaqsan, bütün dünyanı ayağa qaldıracaqsan, belə elə. O hisslərlə gedirsən. Texnikadakı mənim rəqiblərimə qaldıqda fiziki onlar məndən çox güclüdülər. Onlar məni tutdular, mən heç vaxt müəllim, amma biz ağılla hazır. Demək biz texnikada onlardan çox-çox üstün olduq ki, biz onlara qalib gələ bildik. Sizcə yəni texnika daha üstün olmalıdır, yoxsa psixologiya? Psixologiya, texnika və güc. Bərabər olmalıdır. Afaq xanıma mən belə bir sual vermək istəyirəm. Siz yarışlardan kənarda olubmu ki, heç kimsə döymək məcburiyyətində qalmısınız? Yarışlardan Həyat kənarda yoldaşım, dəfələrlə. yox, olmayıb. Ümumiyyətlə dalaşqan olmamışam. Məktəbə gedəndə də ora özümü idmançı kimi aparmamışam. Heç vaxtı ki, belə dalaşım yox, elə bir şey olmayıb. İnşallah bundan sonra bu cür hərəkətlər etməyə məcbur qalmarsınız. Təşəkkür edirik gəldiyinizə görə. Sizinlə söhbət etmək çox xoş idi və sizinlə fəxr edirəm. Bilirik ki, yenidən bayrağımızı daha da yüksək zirvələrə qaldıracaqsınız. İnşallah, borcunuz. Çox sağ olun. Sağ olun. Elə ikinci qonağımız da bayrağımızı beynəlxalq yarışlarda ucaldan idmançılarımızdan biridir. Qarşılayaq London Olimpiya oyunlarının güləş üzrə bürünc medalçısı Emin Əhmədov. Buyurun. Mən olimpiyadaya hazırlıq mərhələsindən danışmaq istəyərdim. Yəni necə hazırlaşırsınız? Bu mərhələyə necə keçirsiniz? Birinci dəfə deyəsən olimpiyada iştirak edirdiniz. Yox, onun aidiyyəti yoxdur. Təlim məşq toplantıları olur. Bunlar da məşqçilərin öz məsləhətləri ilə başqa ölkələrdə olur, öz ölkəmizdə olur. Olimpiya komplekslərində keçirilir. Bəs neçə ildir güləşlə məşğul olursan? Güləşlə 97-ci ildə. Niyə güləşlə, niyə judo ilə yox, karate ilə yox məsələn? Sahəm bu oldu, bunu sevdim. Yunan-Roma güləşim bura Yəni gəldim. birinci dəfə hansısa başqa idmanla belə məşğul olmusunuz? Olmuşam, judoya getmişəm, sərbəst güləşə getmişəm. Yunan-Roma güləşini daha çox üstünlük verdim. Bəs başqa nə nailiyyətlərin var? Aha, mən də sual vermək istəyirəm. Başqa ümumiyyətlə beynəlxalq turnirlərin hamısını udmuşam demək olar ki, hər il olubdu 2 dəfə. Bir dəfə beynəlxalq turnirlərdə qalib olmuşam. Bir il yarım 2009 ilə bir zədəmlə qədər aralaşdım idmandan təzədən yenə. Bəs 2012 London Olimpiya oyunlarında sizin qızıl medaldan nə ayırdı? Təcrübəsizliyim. Əlbəttə ki, deyirəm, ən birinci yarışım idi. Çıxmışdım, böyük yarışım. Çünki nə Avropa, nə dünya çempionatlarında iştirak etməmişdim. Həyəcan var idi sizdə? Əlbəttə ki, həyəcan, stres, o bir məsuliyyət deməkdir, hər bir idmançıda olur. Bürünc medal olsa da o da bir qalibiyyət mənə gəldi. Bəs treneriniz sizin necə stimul verdi ki, yəni bununla dedi ki, yəni afərin sənə, yoxsa əksinə niyə qızıl yox, niyə bürünc aldın, hirsləndi yoxsa nə? Xeyr, ümumiyyətlə ən gözəl nəticə idi mənim üçün, hamısı sevindi buna. Çox təbrik edirik biz də sənə. Mən də indi öz favorit sualımı vermək istəyirəm. Heç olubmu ki, yarışlardan kənarda kimisə döymək məcburiyyətində qalmısan? Olub insan istəyir. Emin, yarışlara hazırlaşarkən müəyyən yəqin ki, idmançıların xüsusi bir rejimi olur da. O rejim haqqında bir məlumat verərdin bizə. Yəni necə eləyirsiniz? Məşqlər, yemək, saatları necə bölürsüz? Ümumiyyətlə rejimə düşəndə biz yığma komanda tərkibinə düşdük. Bütün məşqçilərin nəzarəti altında oluruq, rejimdə oluruq. Rejimdə qaldı yeməklərimizi bizə dietologlar gətirmişdi. Yeməklərimizə həmçinin nəzarət onların üzərinə düşürdü. Nəyə görə? Çəkini azaltma və ya çəkini artırmasına görə? azaltmağa, hər bir şey, hamısına, ümumiyyətlə bütün orqanizmə qarşı ürəyin, ciyərlərin çəkisi almanın da qaraciyərlərin zədələnməməsi üçün çox Yarışlar qutarandan sonra sizin bu rejiminiz də artıq dəyişir, yəni əvvəlki vəziyyətdən dönür. Yəni bu sizə ziyan eləmirdi ki, bir ara elə rejimdən sonra dəyişir? Yarışlar qutarandan sonra yeməkləri elə bir az-az yeməyə başlayırıq. Çoxu zəif yemək lazımdır ki, Yavaş-yavaş özləşmək lazımdır orqanizm çəkisi alandan sonra problem olmaz. Bəs psixoloji hazırlıq mərhələsi necə keçir? Psixoloji hazırlıq mərhələsi ümumiyyətlə hər bir idmançı öz-özünün daha gözəl dərk eləyər. Özünü o görüşə necə hazırlanır, sırf insanın özündən asılıdır. Bəs boş vaxtları necə dəyərləndirirsən, necə əylənirsən dostlarınla? Ümumiyyətlə demək olar ki, elə bir boş vaxtımız olmur. Sırf günümüz məşqlə keçir. İdmanla məşğul olursunuz. Bütün həyatı yəni idmana sərf eləmirsən. Ancaq yatmaqla, dincəlməklə, bazar günləri belə. Artıq bizim sağollaşma vaxtıdır Eminən. Emin, çox sağ ol ki, gəldin. Sənə bayrağımızı daha yüksək zirvələrdə İnşallah olimpiyadada artıq qızıl medalla geri dönərsən. Mütləq. Sənə inanırım. Çox sağ ol. İndi də bayram əhval-ruhiyyəsini maksimum dərəcəyə çatdırmaq üçün musiqili qonağımızı dəvət eləmək istəyirik. Musiqi qonağımız isə ölkəmizi xaricdə layiqincə təmsil edib bu mükafatı qazanmış ifaçıdır. Qarşılayaq İlhamə Qasımova. Buyurun.
qapısı, odlar diyarı, mərd igidlər qalası, zəfər meydanı. Canlı tarix yaşadı necə şəhərin, hər gün xeyrə açılır sənin səhərin. Gözü qalıb yadların əsrlər boyu, qalib gəlib düşmənə Babək Koroğlu. Adın düşüb tarixə, igid vətənim, məğrur oldun hər zaman, sən əyilmədin. Odun var canımda, qurbanın olur. Sənin övladına onlar diyarım, qüdrətin var azad vətənim, qoş firavan yaşar millətim. Hak yolunu seçib öndərim, var duası uca göylərim. Hər qarışın mənə əzizdir, sən ürəyim, Azərbaycanım. Tək səninlə həyat gözəldir, sən mənimsən, Azərbaycanım. Mavi gözlü Xəzərin sular sonası, heyran edir göy gölün yaşıl aynası. Başı qarlı dağların varmı heç tayı, bol bəhrəli bağların dadlı meyvəsi. Tanrı verib sərvəti qara qızılı, ağ güllərə yol açdı özü ruzulu. Neçə dahi dünyaya burada göz açdı, nələr verdi cahana, nələr yarattı. Odun var canımda, qurbanın olur. Sənin övladından onlar diyarım, qüdrətin var azad vətənim, qoş firavan yaşar millətim. Hak yolunu seçib öndərim, var duası uca göylərim. Hər qarışın mənə əzizdir, sən ürəyim, Azərbaycanım. Tək səninlə həyat gözəldir, sən mənimsən, Azərbaycanım. Hər qarışın mənə əzizdir, sən ürəyim, Azərbaycanım. Tək səninlə həyat gözəldir, sən mənimsən, Azərbaycanım. Bravo, çox təşəkkür, super ifaydı. İlhana. İlhana, çox sağ ol ki, bayram əhval ruhiyyəsini maksimuma çatdırdın. Təşəkkür İlk sualı mən vermək istəyirəm. Bu stolun üstündə gördüyümüz mükafatı siz harda, necə, nəyə görə almısınız? Bu Emma Wars'dır. Bu Eldani Media qrup şirkətlər tərəfindən düzəldilmiş, daha doğrusu verilən mükafatdır. Artıq 2008-ci ildən başlayaraq bu mükafat Almaniyada hər il bu tədbir keçirilir. Və biz bu mükafatı mənim Buy Me a Bistuşeyn adlı mahnıya çəkilmiş klipa aldıq. Ona görə, yəni ki, Almaniyada olan kliplər səsvermə ilə oldu. Səsvermə də bu SMS vasitəsilə, yəni pulla, telefon SMS vasitəsilə olurdu və mənim üçün sevindirici hal oldu ki, məhz bizim klip birinci yer tutdu. Münsif səsverməsi yox idi? Xeyr, münsif səsverməsi bu xalq arasındaydı. Hətta ancaq bilirsiniz, İlhama, yəni Jennifer Lopez hətta 6-cı fillədə yer alıb bu mahnısıyla. Bəli, video kliplə, bəli, bu hətta satışlarda, bu iTunes-da bizim video klip onluqda demək olar ki, bir 3 həftə qaldı, 6-cı yer, 10-cu yer, 7-ci yer və ən pik nöqtə 6-cı yer idi, bilirsiniz. Məncə çox böyük oldu. Çünki həmən vaxtda bizim klipin release olan vaxtı da, yayınlanan vaxtı da çox elə
bir pis vaxt idi, nə mənada Rihanna'nın We Found Love, Jennifer Lopez partlayan mahnılar elə mahnılar çıxdı və əgər o hitlər olmasaydı, ola bilsin ki, bizim mahnı daha da yüksəklərə gedə bilərdi. Amma hələ o hitlər çıxa-çıxa sən bu zirvəyə gəlmisən, sənə doğrudan da bravo çıxır və təşəkkür edirik ki, ölkəmizi layiqincə təmsil edirik. Bu sənin ilk beynəlxalq yəni mükafatındır. Bəli, ilk dəfə. Təbii ki, təkcə arzuyla deyil, təbii ki, İlhamə nəsə əziyyət çəkib ki, bunun üstündə alıb və sən əziyyətlərin barədə danış da. Yəni o hisslərdən və biz bilirik ki, Almaniyada sənə, yəni ki, ciddi rejimlər qoymuşlar. Bəs necə oldu ki, sən ora getdin, çıxdın ümumiyyətlə, oradan başlaya bilərsən? Bu barədə çox danışmışam. Mən ilk dəfə Almaniya X Factor yarışmasına istədim qatılan, orada keçirilən, amma düz orada şərtlərdə var idi, bütün dünyadan iştirak edə bilərlər və mən iştirakdan 3-cü turda keçəndə artıq aydın oldu ki, mən ingiliscə danışıram, almanca bilmirəm. Ona görə mən dilə görə ayrıldım və orada bir insan tanış oldu məndən, Alex Blumen və öyrənəndə ki, mən çünki yanında dostlarla rusca danışırdım, siz haralısınız. Mən mənim Azərbaycanda belə qohumlarım olub və s. bilirsiniz, tanışdıq. Və sən yenə də tanışdıq. Bəli. Və yarışma səninlik deyil, yarışma elədir ki, sən müqavilə bağlayacaqsan, səni mən prodüserlə tanış eləyəcəm. Çox tanınmış bir prodüserdir. Əgər o bəyənsə, əlbəttə bundan asılıdır. Tanış olduq biz, mənə dedilər ki, xəbər verərik, ay yarım sonra, mən də fikirləşdim, getdi ki, amma doğrudan da ay yarım sonra mənə xəbər elədilər. Mən Almaniyaya getdim və şərtlər bax onda başladı, əziyyətlər ki, təcili sürətdə arıqlamalıyam və s. Bəs bu ifanı, bu hansı ki premiyanı almısan o ifaya görə, yəni o dildə səndə aksent necə formalaşdı? Əslində o mahnı elə olmalıydı ki, aksentlə olmalıydı. Mən orada ingiliscə biz tam mahnını ifa etdik, amma orada dance müzik olduğuna görə bəzi hissələr saxlanıldı və o əslində mən o mahnını əsl şərq stilində oxumuşam. Onlar üçün çox maraqlıydı. Çünki bu əslində çox köhnə bir yahudi mahnısıdır və mahnını o boğazlarla ifa etmək ancaq biz bacararıq. İlham, sən harada istərdin ki, bayrağımızı daha yüksək zirvələrdə qaldırasın? Əlbəttə, mən istəyərdim ki, Okean Otayında demək olar ki, 90%. Elə mənimlə ikinci mahnımı ifa edən Rio'nun üzvü Yücün soruşanda Azərbaycan hardadır ki, o Azərbaycan yəni Amerikada bəli yaşayan insandır. Çünki onlar Yevrayijdən xəbərdar deyil ki, deyək ki, Azərbaycanda. Əlbəttə istəyərdim ki, yəni Amerikada və İnşallah orada da artıq bütün dünyada sən bizim bayrağımızı qaldırarsan. Mən Parizin butonundan hiss edirəm ki, artıq yekunlaşdırmaq istəyirəm. Ən-ənəvi sualımı üçün çox darıxmışam, vermək istəyirəm sizə. Sizin bəs favorit bayrağınız hansıdır? Öz bayrağımız. Mən hər bir ümumiyyətlə ölkə vətəndaşının öz bayrağı özü üçün. Təbii cavab idi. Biz bu bayrağımızla hər şey, həm müasirik, həm də müsəlmanlıq, İslamdır, hər şey. Yəni var bayrağımız. Ona görə və indi isə Paris. Çox sağ ol İlhamə gəldiyinə görə. Bugün isə efir vaxtımız sona çatır. Bizə təkliflərinizi, iradlarınızı, kreativ ideyalarınızı mütləq bildirin. Bizi Twitter, Facebook və YouTube kanalımızdan mütləq izləyin. Bugünlük isə bu qədər. Hələlik.